Deməli, bugünkü mövzumuz Xürrəmilər hərəkatıdır. Xürrəm ümumiyyətlə 8-ci əsrin ortalarında Əməvi sülaləsinə qarşı bir sıra üsyanlar baş verir. Bilirik ki, Əməvilər sülaləsi 661-750-ci illərdə Ərəb xilafətini idarə etmiş sülalə idi. Bunlara qarşı çıxışların baş vermə səbəbləri ərəblərin köçürmə siyasəti, ağır vergi siyasəti və bir də məmur özbaşınalığı idi. Belə üsyanlardan biri də müsafir üsyanı idi. Müsafir üsyanı 748-752-ci ildə Beyləqanda baş vermişdi. Əməvilər sülaləsinə qarşı başlamış, daha sonra Abbasilərin dövründə də davam etmişdi. Bu üsyan Abbasi sülaləsi tərəfindən yatırılmışdı. Digər böyük üsyan isə Xürrəmi üsyanı idi. Xürrəmi üsyanı 778-ci ildə başlamış, 837-ci ilə qədər davam etmişdir. Bu üsyan Cənubi Azərbaycanda, Qaradağ rayonunda Bəz qalası idi əsas mərkəzi. Üsyan Məzdəki hərəkatının davamçısı hesab olunurdu. Məzdəkilər kimi bərabərlik istəyirdi, lakin Məzdəkilərdən fərqi o idi ki, Xürrəmi hərəkatı azadlıq hərəkatı idi. Yəni istiqlaliyyət istəyirdilər. Bunlar ərəb işğallarına qarşı mübarizə aparırdı. Əsas iştirakçıları kəndlilər idi. Daha sonra bura sənətkarlar, yerli feodallar da qoşulmuşdular. Abbasi hakimiyyətinə qarşı baş vermiş üsyan idi. Abbasilər 750 1258-ci ildə 750 və 1258-ci ilə kimi ərəb xilafətini idarə eləmişdi. Abbasi xəlifəsinə qarşı ilk çıxışlar, Xürrəmilərin ilk çıxışları 778-808-ci ildə olmuşdu. Lakin onların, Xürrəmilərin ilk çıxışları uğursuz olmuşdu. Uğursuz olma səbəbi də Cavidan və Əbu İmran arasında olan ixtilaflar idi. Buna görə bunların ilk çıxışları məğlub olub. Daha sonra isə 816-cı ildən Xürrəmi hərəkatına Babək başçılıq eləməyə başladı. Babək Ərdəbilin Bilabad ərazisindən idi. Babək ilə bərabər Xürrəmi ordusuna Muaviyyə, Abdullah, Tarxan, Aydin də başçılıq edirdi. Babəkin rəhbərliyi dövründə Süynük, daha sonra Bərdə, Beyləqan, Arsaq əraziləri azad edilmişdi. Bunu biz yadımızda necə saxlayırıq? Abbas kimi. Arsaq, Bərdə, Beyləqan, Aranın digər vilayətləri, bir də Süynük. Abbas kimi bunu yadımızda saxlayırıq. Xürrəmilərin, Babəkin başçılıq elədiyi dövrdə ərəblərdən azad elədiyi ərazi. Bu dövrdə xəlifə Əl-Məmun Xürrəmilərə qarşı ilk nizami ordu göndərir 819-cu ildə. Lakin onun nizami ordusu məğlub olur. Daha sonra 829-cu ildə 1-ci Həşdərsər döyüşü baş verir. Bu döyüşdə ərəblərin gəlmə səbəbi Bəz qalasını ələ keçirmək idi. Lakin bu döyüşdə ərəblər məğlub olurlar. Növbəti 830-cu ildə 1-ci Həmədan döyüşü olur. Həmədan döyüşündə də ərəblər məğlub olur. Hər iki döyüşdə ərəblər məğlub olur. Bundan sonra isə ərəblərə xəlifə Əl-Mötəsim rəhbərlik eləyir. 833-dən ta ki 842-ci ilə qədər. Burada Mötəsim Xürrəmilərə qarşı bir sıra tədbirlər həyata keçirir. Birinci, Bizansla olan müharibəni dayandırır. Bütün qüvvələrini Xürrəmilərə qarşı yönləndirir və orduda nizam-intizamı möhkəmləndirir. Bundan sonra 2-ci Həmədan döyüşü olur 833-cü ildə. Bu döyüşdə Babək
ilk dəfə ağır məğlubiyyətə uğrayır və ərəblər bundan sonra öz ordularına türk sərkərdələri təyin edirlər və 835-ci ildə türk sərkərdəsi olan Afşin ərəb ordusuna başçılıq eləyir. Burada Afşin Babəkə qarşı bir sıra tədbirlər həyata keçirir. Birinci, iqamətgahı deməli Bərzəndə köçürür. Ordunu gücləndirir. Yolları, qalaları təmir elətdirir. Sonra kəşfiyyatçı dəstələr göndərir. Daha sonra isə Babəkin yaxın dostlarını, silahdaşlarını sui-qəsd nəticəsində aradan götürür. Amma bütün bunlara baxmayaraq 836-cı ildə 2-ci Həşdərsər döyüşündə Babək qalib gəlir. Deməli, növbəti döyüş isə 837-ci ildə deməli Bəz döyüşü olacaq. Bu, deməli, Xürrəmilərdə sonuncu döyüş olur ki, lakin deməli bu zaman Bəz döyüşündən öncə Afşin Babəkə sülh təklif eləyir. Və sülh təklif eləməkdə məqsədi o idi ki, birlikdə deməli Bizansa qarşı deməli vuruşmaq idi. Lakin Babək bunu qəbul etmir. Və nəhayət 837-ci ildə Bəz döyüşündə Babək ağır məğlub olur. Bundan sonra Babək şimala Arana doğru hərəkət edir. Bura getməkdə məqsədi Bizansla birlikdə ərəblərə qarşı deməli müharibəni davam etdirmək idi. Lakin Babəkin yaxın müttəfiqi, keçmiş müttəfiqi Səhil deməli İbn Sumbat deməli Babəki tutaraq ərəblərə təhvil verir və Babək ərəblərin Samirə şəhərinə aparılır. Möhtəsim tərəfindən 838-ci ildə deməli edam olunur və beləliklə Xürrəmi hərəkatı məğlubiyyətə uğrayır. Xürrəmi hərəkatı məğlub olsa da bir sıra əhəmiyyəti var idi. Bununla ərəb xilafəti parçalanır və həmən ərazilərdə bir sıra müstəqil dövlətlər yaranır. Və Xürrəmi hərəkatının məğlub olma səbəbləri var idi. Nə idi bunlar? Birinci, yerli feodalların deməli xəyanət. İkinci isə deməli ərəblər ən güclü sərkərdələrini Xürrəmilərə qarşı göndərməsi idi və beləliklə Xürrəmi hərəkatı məğlub olur. Deməli, baş verən döyüşlər arasında Xürrəmilərin məğlub olduğu döyüş 833-cü il deməli 833-cü ildə olan 2-ci Həmədan döyüşü idi və bir də deməli 837-ci ildə baş verən deməli Bəz döyüşü idi. Digər döyüşlərdə deməli Xürrəmilər qalib gəlmişdilər. Babək qalib gəlmişdi. Ümumiyyətlə saysaq ki, Xürrəmilərin məğlub olduğu döyüşlər 778, 808, deməli 833 və 837. Bu deməli yürüşlərdə Xürrəmilər məğlub olublar.